Kimin burada sual var versin. Burada elə birinci əslində yazmışam, sadəcə biraz çox uzundur. Yazsam yəqin rəqəmləşməsi onu qısa yolla bilmək istəyirəm. Bir dənə birdir sualı. Yəni bir dənə birdir, bir də deyəsən 7 idi ya 8, 2 dənədir. Onda başlayaq, baxaq birə. Klaviaturanın daxil edilmiş eyni sayda natural ədədin cüt ədədlərinin artan olub-olmadığını təyin edən proqram. Eyni sayda natural ədəd daxil edəcəm. Cüt ədədlərinin artan olub-olmasını yoxlayacam. Demişik ki, kodu qurarkən birinci sualı anlamaqdır. Sualı anlamışam Fidan. Bəli. Aha. Eyni sayda natural ədədin cüt ədədlərinin artan olmasını. Eyni sayda ədəd daxil edəcəm klaviaturadan. Cüt ədədlərini yığacam bir siyahıya Yusuf. Sonda deyəcəm ki, daha doğrusu iki siyahıya yığacam. Bir dənə siyahıya mən sort verəcəm və soruşacam ki, həmin bu sort olunmuş siyahı digər siyahıya bərabər isə, demək bunun daxil olunmuş bütün cüt ədədləri artan sıra ilə daxil olub. Məndən də elə onu yazmaq istəyirdi. İndi o prinsiplə yazdım. Əslində o yüzden biraz uzun yazmışım ona görə. Demək. N sayda mən ədəd daxil etməliyəm. N bərabərdir int input yazıram. Yazmışdın Hüseyin bu kodu. Xeyr. 2 dənə də siyahı götürürəm. A bərabərdir. Daha sadə yazıram, ona görə 2 siyahı lazım olacaq. Heç nə. N dənə ədədi mən klaviatura nə edirəm? Daxil edirəm. For in range 1-dən n plus 1. Sıfırdan n yaza bilərik də. Çünki default dəyəri demişik. Bu cürdür yəni. Sıfırdan başlayır. Bir dənə də x bərabərdir int input daxil edirəm. Hər daxil edəndə də sual verib deyəcəm ki, əgər bu x faiz 2 bərabərsə sıfıra, yəni cütdürsə, bunu AB siyahılarının hər ikisinə append elə. Niyə hər ikisinə? İndi birazdan deyəcəm. Buradan da b.append x atırsan. Sonda da Yusuf yazıram ki, a.sort a-nı sort elə. Bax, tutaq ki, mən daxil elədiyim n3 olsun. 3 dənə də ədəd daxil edirəm buradan. Olsun 2, biraz çox eləyək də 3 olmasın. 5 olsun. 2, 4, 5, 2, 6. Bu şərt bizdə ödəmirdi. Çünki bura kimi artandı, amma sonda azalır. Mən indi siyahıya A ilə B-yə atandan sonra A-nın alacaq dəyərlər hansı olur? Cütləri atmışam da 2, 4, 2, 6. Burada nə atıram? Burada da eyni şeydir. 2, 4, 2, 6. Bunu sonra burada nə edirəm? Sort edirəm. Sort nə edirdi? Kiçikdən böyüyə yığır. Alacağı dəyər nə olur? 2, 2, 4, 6. Razısan? B-yə də dəymirəm. Sonra da sual verirəm ki, if həmin bu A siyahısı bərabərdirmi B-yə? Bu halda demək ki, bunların hər ikisi artan olub da. Çünki əgər bu artan olmuşdursa, yəni mən 6 belə daxil eləsəydim, cütləri atmışam bura, bunlar da ardıcıl şəkildə bura daxil olunub. Kim ardı başa düşməsə desin. Sonda da bunu sort eləyəndə zaten artandır da, olduğu kimi qalacaq. 2, 4, 6, 8 olacaq. Heç nə, sonda da demək 2, 4 2 yazmışam bura. 2, 4, 6, 8. Həmin bu A siyahısı da B siyahısına bərabər olacaq. Sonda biləcəm ki, daxil olunmuş bütün ədədlər artan sıra ilə daxil olub. Print yes deyirəm. Yox, bərabər olmasa deyəcəm ki, no. Yəni, artan sıra ilə daxil olmayıb. Aydındır? Bəli. Demək, bunun üstündən yazıram sual 1. Şəklini çəkib baxarsan. İndi bir də bir söz soruşuram. Məsələn, biz listdə olan hərfləri təzədən bir string kimi birləşdirmək istəyəndə join istifadə edirik ki, orada join-də dırnağın içində boşluq qoymaq lazım, ya heç nə qoymaq lazım. Heç nə, əgər yan-yana birləşdirirsənsə, heç nə olmayacaq. Yəni, əgər sən bunu bu cür birləşdirmək istəyirsənsə, 2, 4, 2 demək, 4, 6, 8. Bu cürdürsə, bunlar arasında heç nə yoxdur axı. Ona görə sən yazacaqsan bu cür. Yəni, dırnağın içində o aralısında nə olacaq onu bildirir də. Hə. Hə, tamam. Plus yazsan, bunların hər birinin arasına plus atacaq. Aydındır.
silin. Bəli. Başa düşdünüz hə? Fidan, Hüseyin. Bəli, mən. Sonra nə var sual? 2. Daxil edilmiş ədədin sonunda nə qədər sıfır olduğunu tutan proqram. Yazmağa çalışdın, yoxsa? Bəli. Hərflər nəşr verəcəyimi bilə bilmədim deyə yazamadım. Nəyə bilmədin? Nə şərt verəcəyimi. Tutaq ki, mən ədədi daxil elədim. Olsun bu cür. Mən nə çap eləməliyim? Sonundakı sıfırların sayı 4-dür. Onda belə çıxır ki, mən bu ədədi tərs ardıcıllıqla bir-bir gedərəm. Bunu çevirdim tərsinə. Yazdım bu cür. Bilikdə bu tərsə çevirir. Heç nə, sual verəcəm ki, if götürdüyüm bu i bərabərdirsə sıfıra, bu halda say deyir də bizdə. S bərabərdir sıfırı da bu başlandan götürürəm. Bu halı ödəyirsə, burada nə yazacağım? S plus bərabər 1 artıracam. Və nə vaxt ki, qarşısına, bax bu cür gəzir də bu. Bunu tərsinə çevirib. 4-dən 0. Buradan başqa bir şey yandı danış. 6, 5, 4, 3, 2. 6, 5, 4, 3, 2. Mənim sətrim bu sətr üzrə gedir fidan. Bir-bir gələcək, sıfırları sayacaq, 4 olacaq. Harada ki, qarşısına sıfırdan fərqli bir şey çıxdısa, print həmin bu saydığını çap eləsin S-ni. Və break desin. Ki, əgər bir dənə fərqli bir şey çıxdısa, mənə artıq digərlərini yoxlamaq ehtiyac yoxdur. Çünki məndə sondakı sıfırların sayını istəyir. Aydındır? Bəli. Bu da Normal mənim var mı yazmışım? biri-biri götürmüşdün rəqəmlərini kəsə-kəsə. Ha, endi 10 faizlə bölürdü. Ha, elə də Sonra olar. da 2 ilə bölürdü. Silə bilərəm. Bəli. Sonra 8 var. Bir dəqiqə. 8-ə qədər var sual. Heç. Məndə 7 var. 3, Yox, 4, yox, 7, 5, 8, mən 6. 3, 4, 5, 6, 7-ni yazmışsınız da, belə başa düşürəm. Bəli. Bəli. Demək, dərs qutaranda Fidan mənə atacaq 3-ün kodunu. Bir də ki, 5-in kodunu. Hüseyin də mənə atacaq, demək, Hüseyin də mənə atacaq. Biri 3-ün kodunu. Bir də ki, 7-in kodunu. oldu mən. Baxırıq indi 8-ci suala. Klaviaturan daxil edilmiş iki natural ədədin rəqəmlərinin hansının qarşılıqlı sadə olub olmadığını müəyyən edən proqram. Biz riyaziyyatdan bilirik ki, 2 dənə ədədin rəqəmləri, demək, 2 dənə ədədin əgər 2 ədəd Burada tamamacaya başlayma. Məsələn 3, 4, 12, 5, 6, 30 da burada özü false. Yəni qarşılıqlı sadə deyil. 19, 13-də də 9, 3-dən mən tur yazdım burada. Yox, bax. 2 natural ədədin rəqəmlərinin hasilini. 3, 4-ün rəqəmi hasili 12 eləyir. 5, 6 rəqəm hasili neçə eləyir? 30. 30. Qarşılıqlı sadə deyil. 1, 9 hasili 9 eləyir. Bu 3 eləyir. Qarşılıqlı nədir? Sadə deyil bu da. 900 qarşılıqlı sadə deyil. Hə, burada false olmalıydı deyirsən? Hə, düzdür. Yəni o hasil hissəsini yazdım, sadəcə sadə olub olmadığını necə yoxlamaq lazımdır? Hə, ondakı riyaziyyatdan bilirik də biz 7-ci sinif riyaziyyat proqramında səhv eləmirəmsə, əgər 2 ədəd qarşılıqlı sadədirsə, onların əkobu 1-ə bərabərdir. Əkobla yazdım. Əbobu da onların hasili. Ya tərsinə də əbobu 1-dir. Əbobu 1-dir. Hə, əbobu 1-dir, əkobu onların hasili. Hə. O prinsiplə yazırıq. Burada nümunə səhv idi dedin, demək 19 rəqəm hasili 9-dur.
Məsələn 18, 13 bir şey olmalı ki, total Ayso, olsun da. düzdür. Bunu gəl biz eləyək 18 olsun bu cür. Gəl bunu yazaq Hüseyn üçün. Yazmışdın 8-i fidan. 1. 2 dənə ədəd daxil edəcəm. Bu ədədin ilk öncə rəqəmlərinin hasilini tapacam. A bərabərdir int input. Bir dənə də B bərabərdir int input. Rəqəmlərin hasilini fidan desin mən yazım. A-nın rəqəmləri hasilini burada yazacam. H bərabərdir 1. B üçün də yazacam. HA yazaq ki, bunu qarışdırmayaq. Burada da HB yazacam 1. Buyur. Birinci A-nın rəqəmlər hasilini tapaq. Mənim eşbirlə taparıq, yoxsa? Yox, rəqəmləri hasilini. Əkə belə dəymirəm. 3, 4, 5 olsun, 345. Bunun 1, 1, 3, 0, 4 vurulsun, 5 yazmalıyam. Mənim, mən faktorialla vermək olar. Necə faktorial? Bax, filan, özü niyə çətinə salırsan ki? 1, 1 bunun daxilinə gəzəcəm də mən forma. Götürəcəm 1, 1, 3-ü, 4-ü, 5-i, hamısını da vuracam 1-1-nə. Düz deyil. For Bəli. in. Biz də bilirik ki, demək, tam ədəd tipini gəzə bilmirəm. Ona görə bunu yazıram. STR A. 1-1 i'ləri buradan götürəcəm. Yazacam ki, HA bərabərdir. HA vurulsun. Int i. 3-ü sətr kimi götürəcək. Tam çevirib toplayaq. Yəni vuracaq. 3-ü, 4-ü, 5-i. Bu prinsiplə sonda mənim əlimdə olacaq. Nə? Daxil olmuş A-nın rəqəmləri hasilini. Bunu təkrar B üçün yazıram. Və çox sadə yazıram, ona görə 2 dənə for götürmüşəm. Bunu təkrar B üçün yazacam. STR B eləyəcəm və B-nin də rəqəm hasili lazımdır axı mənə. Bunda da yazacam ki, HB bərabərdir. HB vurulsun int i-yə. Bu dövrün sonunda da həmin bu B-nin rəqəmləri hasili əlimdə olacaq. Və bizə də deyir ki, rəqəmləri hasilinin qarşılıqlı sadə olmamasını yoxla. Biz də dedik ki, qarşılıqlı sadə ədədlərin əbobu 1-dir. Keçirəm bunların əbobunu tapmağa. Evklid düsturu. Əbobda necə tapırdım 2 dənə ədədin əbobunu? A-da aynen açıq bədəyin. Asıl. Bilirsən fidan. Demək yazırdım ki, while HA nə qədər ki, rəqəm hasili HA-dır, digəri nədir? B-dir. Nə qədər ki, HB-dən fərqli idi. If sual verirdim ki, əgər HA böyükdürsə HB-dən, bu halda HA-nı bərabər edirdim HA çıxılsın HB-yə. Əks halda nə baş verəcəkdir? O baş verəcəkdir ki, HB HA-dan böyük olacaqdır. Bunda da HB bərabərdir. HB çıxılsın HA. Sonunda da istənilmiş HB və ya HA dəyəri mənə əbobu verirdi. Burada da sual verəcəm ki, HA bərabər 1-dirsə, əbobu 1-dirsə. Demək, bunlar qarşılıqlı sadə olub. Print yes. Aydın oldu. Yəni bu while-dan olan içində həm HA, həm də HB 1-ə bərabər olur da. Hə, while qutaranda. Hər ikisi 1 olur. Ayso. Hər ikisi bir nə vaxt olur? Əgər qarşılıqlı sadədirsə. Bəli. Aha. Aydın oldu fidan. Hayır. Bax, aydın deyilsə, yəni çəkinmə. Nə aydın deyilsə, dənə başını izah edeyim. Hüseyn aydındır. Bəli. Bu da bizdə olsun sual 8. Bunu da şəklini çəkin. Silə bilərəm. Bəli. Bəli. Hayır. Yəni dimin sualı ola bilər. Elə bu sual.
Davam edək. Var sual. 9, 10. 9 var. Klaviaturun daxil edilmiş eyni sayda ixtiyari natural ədədin faktoriallar cəmini tapan proqram. İlk öncə nə edəcəm? Eyni sayda ədəd daxil edəcəm. Keçək onu daxil edək. Yazmısan Hüseyin? 9-cu sualı. Bəli. Xeyman. N bərabərdir int input. Faktoriallar cəmini deyir də. Cəm bərabərdir 0 götürürəm. Faktorialların cəmini əlavə edəcəm. Bir də h bərabərdir 1 götürürəm. Daha doğrusu burada götürməyim, qalsın elə. İlk öncə n sayda ədədi mən neynirəm? Daxil edirəm. For i in range in yazıram. X bərabərdir int input. Daxil olunmuş ixtiyari ədədlərin faktorialları cəmi. X-in keçid faktorialını tapıram. Nə cür tapırdım? For i in yeni bir. Burada yuxarıda i olduğuna görə bunu mütləq ki fərqli götürəcəm. X-in range yazırdım 1-dən həmin bu ədədə qədər hər birlərin hasilini. H-ı da buradan 1 götürürəm ki, hər bir ədədin faktorialını tapacam. Yəni hər dövrə görə h 1 olsun başlayanda. Burada da nə yazacam? H bərabərdir, h vurulsun. Yox, bir dəqiqə, baxın. Daxil olmuş dəyər x-dırsa, mən bunu x verə bilmərəm burada. K verəcəm. Fərqli olsun. H vurulsun, h bərabər h vurulsun k. Bu dövrü qutaranda fidan, bu dövr ki qutarda, həmin bu x ədədin faktorialı mənim əlimdə olur. Bizdə də deyir ki, həmin bu ədədin faktorialları cəmini. Onda nə yazıram? Cəm bərabərdir, cəm plus faktorial, yəni h. Sonda da deyəcəm ki, print cəmi çap edə. Aydındır? Hayır. Bunu, yəni hər bir, yəni burada demək, bu prosesi hər bir x ədədi üçün icra edir. Yəni hər bir x ədədin faktorialını tapır. Sonda da qutaranda bu h həmin ədədin faktorialıdır. Bizə də deyir ki, ixtiyari ədədin faktoriallar cəmini hər dövrdə də cəm bərabərdir, cəm plus nə yazıram? H yazıram. Neçinin sualıdır bu? 9. 9. Silə bilərəm. Bəli. Bəli. Yazmışdın da Yusuf bu kodu. Bəli. Demək. 10-cu sual yazıb amma. Bəli. Bəli. While. Bəli. Necə yazmısınız? Mən while yazdım. While-la. Sən nə ilə Mən də yazmısın? elə bir mən də while-la yazmışam. For-la yazmaq olar sizcə? Bilmirəm. For-la məsələn belə yazmışlar da i n plus 5 kimi. Ay sağ ol. Yeni Yəni çünki verilmiş. ixtiyari N bir plus n ədədindən sonrakı 5 ədədə qədər mütləq ki 5-ə bölünən var. Bu prinsiplə for-la yaza bilərəm. Düzdür filan? Bəli. Gəlin də bunu bir dənə for-la yazaq. Sualda bizə nə deyirdi? Ədəddən sonra gələn ilk 5-ə bölünən ədəd. Aha, ilk öncə ədəd daxil edirəm. For asacam. Ədəddən sonra deyir. Yəni mən n plus 1-dən başladacam. Hara qədər? N plus 6-ya qədər, 5-ə qədər. Əgər ki 5 olsa, dediyini ödəməyəcək. N plus 5. Bəli, bəli. 6 olmalı. Aysa 6. Çünki sonuncunu görmür axı. Yəni əgər 10 daxil eləsəm 15-ə qədər gedir. Yəni 14-ü görür, 15-i görmür.
Ona görə n plus 6 yazıram ki, 16-ya qədər gəlsin, 15-i orada görsün. Heç nə, if sual verəcəm ki, götürdüyüm i faiz 5 bərabərdirsə 0-a, Print break. print nəyi çap eləsin? i-ni çap eləsin həmin ədədi. Sonda da break desin ki, bir dənə 5-ə bölünən varsa digərlərini artıq yoxlamağa ehtiyac yoxdur. 13 daxil edirəm, 15-i çıxardır. 20 daxil edirəm, 25-i çıxardır. Aydındır Fidan? Bəli, aydındır. Bu da oldu sual 10. Burada da artıq sual qurtardı.